Milli Hidrometeorologiya Xidməti avqust ayına gözlənilən hava proqnozunu açıqlayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, avqustda havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq. Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmur hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağıtı ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. İndi isə daha ətraflı. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 26-28 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperaturu 22-27, gündüzlər 30-35 dərəcə, birinci və ikinci 10 günlüğün bəzi günlərində 40 dərəcəyə yaxın isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın gözlənilir. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın orta aylıq temperaturu 27-29 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperaturu 22-27, gündüzlər 33-38 dərəcə, birinci və ikinci 10 günlüğün bəzi günlərində 41 dərəcəyə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəydə havanın orta aylıq temperaturu 22-25 dərəcə isti olacaq ki, bu da iqlim norması daxilindədir. Gecələr temperatur 15-20, gündüzlər 22-27, birinci və ikinci 10 günlüğün bəzi günlərində 34-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda havanın orta aylıq temperaturu 23-25 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 15-20, gündüzlər 22-27, birinci və ikinci 10 günlüğün bəzi günlərində 35-38 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzulidə havanın orta aylıq temperaturu 25-28 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperaturu 22-27, gündüzlər 33-38 dərəcə isti olacaq, bəzi günlərdə 41 dərəcəyə çatacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda orta aylıq temperaturu 23-27 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 30-35 dərəcə isti, birinci və ikinci 10 günlüğün bəzi günlərində 37-39 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq. Yevlax, Göyçay, Ağdaş, Şürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperatur 27-29 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksək deməkdir. Gecələr temperatur 22-27, gündüzlər 33-38, birinci və ikinci 10 günlüğün bəzi günlərində 41 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı da iqlim normasına yaxın gözlənilir. Və nəhayət cənub bölgəsində Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabadda havanın orta aylıq temperaturu 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27, gündüzlər 30-35, birinci və ikinci 10 günlüğün bəzi günlərində 38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.